Salam, 8-ci siniflər üçün olan kiçik summativ qiymətləndirmə 7, yəni KSQ 7-nin ingilis dili suallarının doğru izahları ilə tanış olaq. Birinci sualda bizdən hardship sözünün definitionını istəyir. Hardship sözünün mənası çətinlik deməkdir. B-də embarrassed, utancaq, nervous, əsəbi, düz gəlmir. C-də nə isə nail olmaq deməkdir. D-də pulla təmin etmək deməkdir. Y-də isə qardaş və bacı. Amma A-da həyatın çətin şəraitləri deməkdir, yəni çətinlik. Doğru cavab A variantı. İkinci sualda cümlənin sağ tərəfinə baxaq. O xəstəxanaya götürüldü, özü də dərhal. Deməli, onun çayı zəhərləndi və o dərhal, yəni zəhər qatılmışdı, belə deyək, passivdə verilibdi və o dərhal xəstəxanaya aparıldı. Məsələn, A-da reveal mənası ortaya çıxartmaq deməkdir. B-də succeed, uğur qazanmaq. C. Qərara gəlmək, clean, təmizləmək. Məna baxımından Y ən doğru variantdır. Üçüncü sualda bizdən düzgün isimlərin sırasını istəyir. Amazing, heyrətamiz sifətdir. C-də nə demişdik? Instant, davamlı mənası var. Bir də anlıq mənası var, sifətdir. D-də fast, sürətli sifətdir. Magnificent, möhtəşəm, əla deməkdir. Bu da sifətdir. Knowledge, bilik, power, güc. Doğru cavab B variantı. Dördüncü sualda sifət qaydasına əsasən as arasında hansı dərəcə istifadə olunurdu? Adi dərəcə, yəni sifət olduğu kimi qalırdı. A-da müqayisədir, er var. B-də üstünlükdür, Z var. C-də more var, müqayisə bildirir. Y-də est, üstünlük bildirir. Olduğu kimi kök formada sadəcə D variantıdır. Beşinci sualda bizdən düzgün ifadəni soruşur. Many sayıla bilənlərlə istifadə olunur, baggage sayılmır. 2 olmaz. 4-də few sayıla bilənlərlə olur, juice sayılmır. 4-də gedir. A little sayıla bilməyənlərlə olurdu, drops isə sayılır. Cavabımız 1 və 3 olacaq. Bu arada kanala abunə olmamısınızsa, abunə olmağı zəhmət olmasa unutmazsınız. Çünki 8-ci siniflər üçün yeni faydalı videoların davamı gələcək. 6-cı sualda bizdən positive meaning, yəni müsbət mənalı sifətləri istəyir. Poor, kasıb, selfish, xudbin, ugly, çirkin. Müsbət mənalı, courageous, cəsarətli, honest, vicdanlı, dürüst. Yəni 1 və 3. 7-ci sualda düzgün deməli cümlə quruluşunu bizdən istəyir. Charlie Chaplin 1 was born, 2 was, 3 born. Deməli in poverty 4 olacaq. In London 5. In 1889, yəni 6. Bu şəkildə olacaqdır. Cümləmizi oxumuş olaq. Charlie Chaplin was born in poverty in London in 1889. Bu formada. 8-ci sualda bizdən verilmiş deməli cümlələrin düzgün relative pronouns, yəni nisbə əvəzliyi istəyir. Birinci cümləmizdə house cansızdır, amma who canlılarla olur. Ona görə which olar. 2-də mən canlıdır, burada who olar. 3-də isə iki isim arasında nə demişdik? Whose olurdu. Ona görə bu şəkildə olacaqdır. Bunu da dairəyə alaq. Bir saniyə. Aha, bu formada. 9-cu sualda bizdən düzgün definitionları istəyir. Bir-birindən birləşdirəcəyik. To make a mistake, səhv etmək deməkdir. Mess up isə nəyisə bərbad etmək definitiondır. To pause, pauza vermək, saxlamaq. Take a deep breath, dərindən nəfəs almaq, yəni dayanmaq. Deməli, to do something again and again, nəyisə davamlı etmək. Keep on, nəyisə davam etmək definitiondır bu şəkildə. 10-cu sualda isə bizdən sifətin düzgün formalarını istəyir. Rahat bir forma idi bu. Deməli, id olanda biz canlıları istifadə edirdik. Amma ing olanda cansız olurdu. Düzdürmü? İndi baxaq. Birinci sualda gəl bu filmi izləyək. O çox cansız olduğu üçün interesting olacaqdır. Aşağıda yazdığım bu qaydaya əsasən. 2-də mən həqiqətən də yorğunam, mən canlıyam deyə bored olacaqdır. 3-də he-dən söhbət gedir, surprised olacaqdır. 4-də deməli mən yata bilmirəm, o səsküy həqiqətən də narahat edicidir, cansızdır deyə noise, biz bura annoying qoyduq.
Belə əziz şagirdlər, 8-ci siniflər sizin hər birinizə bol-bol uğurlar olsun. Ümid edirəm ki, faydalı oldu. Sağ olun, sağlıqla qalın.